Dünya əmtia bazarlarında qızılın qiymətində kəskin azalma qeydə alınıb. New York'un COMEX əmtia birjasında ticarət zamanı qızılın bir troya unsiyasının qiyməti $97,8 ucuzlaşaraq 5257 dollar səviyyəsinə enib. Qiymətli metalın dəyərindəki geriləmə qlobal maliyyə bazarlarında müşahidə olunan dəyişikliklər, investorların mənfəəti reallaşdırılması, eləcə də riskli aktivlərə marağın qismən artması ilə əlaqələndirilir. Analitiklər bildirirlər ki, son dövrlər rekord səviyyələrə yüksələn qızıl qiymətləri fonunda bazarda korreksiya prosesi baş verir. Eyni zamanda gümüşün qiymətində də azalma müşahidə olunub. COMEX birjasında gümüşün bir unsiyası $2,47 ucuzlaşaraq $111,96 bərabər olub. Mütəxəssislər yaxın dövrdə qiymətli metallar bazarında volatilliyin davam edəcəyini, qiymətlərin isə qlobal iqtisadi göstəricilər, dolların məzənnəsi və mərkəzi bankların siyasətindən asılı olaraq dəyişə biləcəyini istisna etmirlər.